yaxşı idmançı ola bilərsən, amma küçə o deyil, küçə başqadır. Bəs sən o küçəliliyini bacarırsan? Belə deyim də, 15 yaşından başqa ölkələrdə böyümüş biri, başqa küçələrdə və başqa küçələrin qanunları necə ola bilər ki? Yəni, bunu sənə həyat öyrədir. Aydındır. Bu qədər təcrübələrə rəğmən gənclərə nə məsləhət görürsünüz? Həyatlarında nə arzu etmək istəyirsiniz onlara? Həyatı gözəl yaşasınlar və ən önəmlisi, güzgüyə baxanda özləri, öz vicdanların qarşısında utanmasın. Mənə elə gəlir ki, həyatda ən önəmli şey odur. Bəs gənclərimizə idmanla bağlı hansı tövsiyələri verə bilərsiniz? Oğlanlara deyərdim ki, hansı idman növünü seçirsiniz və yaxud hansı idman növündən məşğulsunuzsa, ən birinci kişiliyi, mərdliyi öyrənin. Xanımlarımıza da deyərdim ki, idman əziyyətli bir sənətdir. Onu seçmək istəyirsinizsə, əlbəttə ki, hər bir əziyyətin qarşısında onun bəhrəsini də görərsin. Fərşid bəy, son sualım. Bu qədər əziyyət çəkmisiniz, hadisələrlə üz-üzə gəlmisiniz, əməliyyat otaqlarında olmusunuz. Bəs ölümlə aranız necədir? Yəni, heç qorxursunuzmu? Ölüm haqdır. Allah Taala istədiyi bir şeydən necə qorxa bilərəm? İnanırsınız, mən onu səbirsizliklə gözləyirəm. Bu dünya fani dünyadır və o dünya əbədi dünyadır. Amma həmişə Allahdan bir şey istəmişəm, həmd olsun Allaha, bugünə qədər Allahdan nə istəmişəmsə onu əldə etmişəm. Tək bir istəyim var, şərəfli ölüm. O da hər bir insana nəsib olmur. İnşallah bizə elə nəsib olar. Çox təşəkkürlər. Verdiyim sualların hər birini səbirlə cavabladığınız üçün, dəyərli vaxtınızı bizə sərf etdiyiniz üçün. Siz sağ olun. Yenə də deyirəm, üzrlü sayın. Mən Bakıya gəlməliydim, gələ bilmədim və siz əziyyət çəkib bura gəldiniz. Əslində belə daha yaxşı oldu. Həm sizin şəhərinizi yaxından gördük, həm də sizlə səmimi müsahibənizi götürdük. Siz sağ olun, çox sağ olun.